Diqqət et. Allah Resulü sallallahu aleyhi ve sellem nəyə görə hakimə itaəti bu cürə yəni təkidlə buyurub bizə və bunu əqidə məsələsi edib. Deyir ki, kim itaət etməsə cahiliyyə ölümündə ölmüş kimi olur. Yəni əqidədir bu, diqqət elə. Burada cənnət cəhənnəm məsələsi var. Ona görə ki, yəni əksər hakimlər görsən nə olur? Hucurluq olur onlar. İtaətsizlik olur onlar. Yəni onlarda asiliklər çox olur. Onlarda zülümlər baş verir. Və sənə vacib olan ey insan nədir? Əs-səm'u və ta'a. Eşit və itaət et. Yoxsa ki, sən eşitib itaət etməsən, kimə pis olacaq? Sənə pis olacaq, ailənə pis olacaq, ölkənə pis olacaq, əmin-amanlığa pis olacaq, dininə zərər gələcək. Qədimdən bəri alimə ittifaq ediblər. Hətta müasir alimlərin birindən, yəni eşitmişdim, o qədim alimlərdən nəql edirdi. Onlardan birindən soruşurlar ki, yəni yadımdan çıxıb kimdən nəql edir? Deyirlər ki, hakimə qarşı çıxmaq, xuruc etmək olar. O deyir ki, olar bir şərtlə. Dinin gedəcək, namusun gedəcək, malın gedəcək. Yəni, insanların qanları axacaq, ölümlər olacaq. Bu ilə razısınasa çıx. Ən bir şey belə olur. Ən bir şey. Heç vaxt fayda vermir. Heç vaxt. Ona görə heç vaxt fayda verməyən şeyin üzərində insanlar nə qoyub? Xəyallar qoyublar. Və fəsadlar, münkərlər, ölkələrin dağılması, əmin-amanlığın getməsi hamının bunun üzərində olub. İnsanlar bunun üzərində xəyal qurub. Hətta xəyal quranlar kimlərdir? Vallahi yenə dünya əhli. And içirik buna görə ki, hətta qardaşlar yəqin olsun. Bax, biri hakimə qarşı çıxmaqda qəsd olub ki, falan yerdə mənə falan vəzifəyə qoyacaqlar. Bunu devirək, mən o şeyi əldə edeyim.